Soruşursunuz. Sorutursunuz nədir ki? Hardan sorutsurdunuz? O nədir ki? Soruşursunuz. Ayda yox o, yox səndə. Bizə soruşursan? Aç. Doğrudan. Söz yox, hər rayonun öz ləhcəsi var. Məsələn, mən Salyanlıyam, biz belə danışırıq. Hədə, nə nüşün, gələsən, gedəsən. Gedirsiniz, qalırsınız. Məsələn, bu sorutursunuz nədir ki? Doğrudan Salyan Gəncə ləhcəsidir. Mən gedirəm şəxsi səhvimlə gəlim. Gedirsən burada canlı açmağa. Hə. Gedim, açım. Sabah açaramda oturmuşuq 2200 nəfərlə söhbət edəyək biraz. Qoymaq çatmadı. Qaymaq hardadır ki? Aynen. Sabahın makyajında açacağım. Qaymaq çatmadı. Sən Salyanlı kimi nöş danışmıram, danışıram ürəyim. Nənəm gilə gedəndə vapşım olar kimi. Mən nətər danışım o da. Zato mən Bakılı kimi də danışmıram. Yanında mən öz ləhcəmi itirməmişəm. Var, nüş yoxdur. Hədə, nə nüşün gəlirsən? Yox, bacı danışıram. Səy ilə gəlir. Bilmiyorum. Gələsiz? Bilmem kömək elə mənə. Qaymaq çatmadı. Nə qayırmı bunu mən? Bu belə tut, boşalt içine. Tut. Boşalt. Biraz. Sən nə elə kimsən? Yavaş da, yavaş da, yavaş, yavaş. Yağmurçular. Bu əslində bu qaba sən qaşıq vurmalı deyilsən, Mələk. Bu qazanları mən qanı qiymətini almışam. Zızırsan sən bunu. Deyərdim bu şeyi biz hazır sifariş veririk. Niye? Hazırla değil axı. Götür Mələk, pis təsir edirdi mənə. Ay Allah. Red. Sevirəm Salyan ləhcəsini. Salyan ləhcəsində şirin ləhcə var. Düzdür, qurban olun bütün rayonlarımıza, bütün bölgələrimizə. Amma Salyan başqadır da, başqadır, başqa. Qaşlarını qaldırma, onlarını inandırma. Hədə nə? Düşün, gəlin sizə o xalıyı, gedəsiniz, qalasınız. Salyanlar bizə necə yezinə istəyən olurlar. Dəhşət. Qulağınız necədir? Ey Allah. Bunu mənim üçün cama eləyib, malum aksesuarda. Siz yemək yemirsiniz, yox. Biz hava ilə, su ilə dolanırıq. Su dedim, mən də canım su çəkdim ama. Get iç. Yedirmişlər də su deyirlər. Az da bilim, uşaqlar trend, danketin. Abı hardan almışsınız? New York'dan. Hər yerdə var. Mən New York'dan almışam 3 dənəsini. Pink, qara, bir də bu belə bağlı şəkildə. Get kazandı. Salyan qızların çoxu yarmış olur. Ay maşallah. Müştərisi yoxsun. Red bundan ver biraz içində. Getmə, piçenyan ver də şeyin içindən. Kimin ver? Bak uyumuyorum. Ayıtsına. Etini ver. Eti. Hə. Hə, ver. Burada başka bir şey. Yox. Hələ sən onu ver. Bu sufleydi. Al. Nane ver sana. Nane gelir hediyeler. Uşaqlar bizon yox, istəməzlər Hüseyn. Narahat olma Nizami. Uşaqlar nə? Deyir, uşaqlar anadan bizon istədi. Uşaqlar zarafat elədi. Uşaq anadan çox şey istəyə bilər. Uzun suyu. Hə. Sağ olun. Şəhriyar, hava necədir orada? Yağış yağır Nabrana. Ne yapıyorsun? Sür.
Nömrəm düşüb itib. Nə olar, kim sapsa verər mənə. Nömrəm düşdü, yağışda itdi. Sevdə uzanıb o otaqda. Tak, çizgindir. Oradan. Taxtır, necə taxtır? Altdan. Maşınımın nömrəsi itib. Mama, mənə mələk. Ocaqda oturur. Oradan. Ha, yatır. Götür. Geç çağır da. Niyə? Mənə çağırsın, qalxdı, yatır deyirəm. Mən şu xalanı çağır da bilənəm. Çağır da yatıbdır. Nə olub? Çıxar. O burada yox, o bir otaqda, bu xəldi orada. Geç Sevdiyə dinləndə bir də gəlsin bura. Səbdə xala. Hə. Səbdə xala. Videodakı aspativni hardandır? Naim, xoş gəldin. Şeydən, butikdən. Ay, butikdən almışam. Şəhriyar sabah tezdən açaram. Bu hansı müğənnidir? Ay, canım mənim. Evrenə mesaj göndərdiyi üçün. Gəl bir 2 dəqiqə otur da burada. Söhbət elə gəlirəm. Bir də Minuru yuyum. Red Bull'da spirit yoxdur. Özünü ağıllı sayma. Qaşlara bax, qaşlara, qaşlara bax, qaşlara, qaşlara bax, qaşlara. Gözlərini oynatma, oynatmazsan ya. Denən ki, bacı, iyun ayının 13-ü Atlant Oteli restoranın açılışıdır. Hər kəs orada dəvət edirik. Otur. Gəldim. Axşamınız xeyir olsun, necəsiz? Tutmuşdum ya. İyun ayının 13'ü Atlant'ın salam akşamınız xeyir. İyun ayının 13'ü Atlant'ın açılışıdır. Belə dedi. Belə dedi. Dedi İyun ayının açılışıdır. Atlant'ın açılışıdır. Sağ ol, sen necəsən həyatım? Üzərkən məni hicran. Atlant restoranın, hə. Az mənə deyilən bujteriyadan danış, mən də bujteriyadan danışım. İyun ayının 13'ü Atlant restoranının açılışıdır. Harada dedi az sonra? Atlant harada yerləşir? Haraydı ora? Hə, Nabram. Saç özünündür, yox, indi yığdırdım.
Sabah məktəb var. Bizdə var. Onlarda var, bizdə yox. Bu nədir? Akterimdir. Bundan vura bilərəm. Ara. Qulağıma. Ara. Akterim azı nədir ki? Az. Atlant otel. Sağ olun. Corab geynəyinə. Ana. Hə. Bunun hesabına var. Yox, olmaz. Hey! Hə. Olmaz. Mələr. Tükdüyü yığışdır. Nənən öldürəcək. Az biçimli sözün elə deyirsən, bacımdır da, nə? Üzərkən mən hitab, qalbamla perişan. Su kaydırından inmeye korkan bu dam hızını Saç dolaq. Başqa bir yoxdur, online'da. Elə xələtimə yaraşır elə bu mahnı. Vloger bacımın bacısının geyindiyi xələtə bax. Ev tapmadın yox. Yollara üzgün, düşündüm seni her gün. Haber yok daha senden, unuttun ben yerim. Alır kulunu benden, kopardım bu bedenden. Gören sen de benim tek, darıktın mı gidenden? Darıktın mı gidenden, darıktın mı gidenden? Gören sen de benim tek, darıktın mı gidenden? Darıktın mı gidenden, darıktın mı gidenden? Tutmuyor bak o, tutmuyor. Tutmuyor, koy magazini tutmuyor. Qaytar yerine koy magazini biraz donsun. Tutmuyor. Da Fatih koy tutsun. Koy yerine kulak, koy o kaşığı donsun, koy kaşığı bana. Sen koy xalafinlikə, koy indi xalafinlikə. Öyrəndə mamamdan coruma xalafinlikə. Qalacaq. Qəşək. Ay can. Yuxarı koy, magazinikə koy. Yuxarı koy. Hiç oldum mu perişan? Sen ettin unudan kes, ben esret çekerim. Hoş bulduk. Gören sen de benim tek, darıktan mı gidenden? Darıktın mı gedəndən, darıktın mı dəyişirəndən, Sen de benim tek, darıktın mı gidenden? darıktın mı gedəndən, darıktın mı gedəndən. Gören sen de Mən axtardım. darıktın mı gidenden? Darıktın mı gidenden? Darıktın mı gidenden? Gören Mahnı mən apardım. darıktın mı gidenden? Quran haqqı mən apardı, doğru. Darıktın mı gidenden? Gören sen de benim tek, darıktın mı gidenden? Lolo, teşekkür edirəm. Xoş gəldin. Uzaqda qalsan da ürəyimiz səndəndir. Teşekkür edirəm. Seva, çox sağ ol. Sevinç atma, xahiş edirəm. Çox sağ ol, deyim. düşündüm seni her gün. Haber
Mahnını yazırsan darıxdın mı gedəndən? Elə yaz çıxacaq, darıxdın mı gedəndən yaz hamı çıxacaq, sırayla hamısı oxuyur. Oğlanından tutmuş xalasına qədər. Xalat ya, mamandır. Hiç oldun mu perişan? Sen ehdini unudan kes. Ben esret çeken insan. Alıp ruhumu benden. Kopardın bu bedenden. Gören sen de benim tek. Darıxdın mı gidenden? Darıxdın mı gidenden? Darıxdın mı gidenden? Gören sen de benim tek. Darıxdın mı gidenden? Darıxdın mı gidenden? Darıxdın mı gidenden? Gören sen de benim tek. Darıxdın mı gidenden? Darıxdın mı gidenden? Darıxdın mı gidenden? Gören sen de benim tek. Darıxdın mı Zevkleriniz farklı olabilir. Yalanlar adamın gözündən yapışlaşıla bilməz, ömür boyu. Mən yalandan heç vaxt ağlaya bilmərəm, heç vaxt. Adamın bir yeri qırıq olanda elə bilirlər, gələndən ağlayır. Yalandan heç vaxt insan ağlaya bilməz, heç vaxt. İnsanın bir yerine değen, tokunan bir şey olanda insan ağlıyor. Ama yalandan mümkün değil ağlamak. Mümkün değil o, yalandan ağlamak mümkün değil. Elə şeyler var ki adamı mahnı yok ha, təsəlli bilir, sağaltmaz. Bəli, qəlbin qırıldığı yerdə mahnı nədir? Sən milyard belə verələr yenə də düzəlməz. Səsimiz oxşuyur ha. Bacısınız, bəli. Mən neçə günün mahnıya qulaq asıram. Mən Arzu xanımı oxuyandandır. Düz şeydən bəri, İsmaillıdan bəri qulaq asıram mahnıya. Şehriyar, hoş geldin. Müşteriler burada değil. Müşteriler burada değil, evdedir. Yazın çok canımda çok yumuşak ağrıyor. Benim birinci ağlak tepkiden. Bura haradır? Ev. Yo, çünkü necəsən deyim. Burada.
Yine qadıya su ver də. Əlbəttə ki, qınamağa nə var? Söyməyə nə var? Bayaq onu deyirəm, mən saçımı yığır. Saçımı yığa-yığa xanımdır ki, elə bir xanımı indi o illərdir tanıyıram. Amma halbuki 2 saatdə oturmuşam əlin altında. Bir elə bir ki, sanki illərdir səni tanıyıram. Elə bir mənim yanıma 10 dəfə, 15 dəfə gəldiysən. Mən orada canlaşdım, anda söylədilər. Ki, bilənlər deyirsən, ev axtarırdın, ağlayırdın, pulum yoxdur falan, dilənirdim filan, ağlaya-ağlaya ev axtarırdım. Mən ömür boyu nə dilənmərəm, nə də kiminsə pulu ilə ev axtarıb tapmaram. Heç vaxt. Birinci, yanımda bu boyda qız var. İkincisi də heç mən o özümə yaraşdırmaram. Nə eləyirəmsə öz şotumu eləyirəm, heç kimin şotuna, heç kimin yeməyini yemirəm, heç kimin pulunu da yemirəm. Bayaq mən canlaşdım ki, telefon ikisi ilə də ancaq onu dedilər. Nə qudurmuşsan, saç yığdırırsan, nə 6 aydan çoxdur mən saç yığdıram, 6 aydır. Yox, sırf sən saçında, ucunu kəsdim, bir fərqi deyil. Şuşaya qucaq dolusu salam deyirəm. Ay qız, Moda başa bilsin, o nə deyirəyim. sənə bir söz deyim. Səni Məştağada gördüm. Sənə bir söz deyim. And olsun Allaha, mən bir kişi ilə yola gedə bilmirəm. Bir kişi ilə yola gedə bilmirəm. Bu psixoloji olaraq mənə kişi bilsən nədir? Gərək onu qanasam. Deyə bilmirəm burada. Yox, Gülü, söhbət eləyirik burada ürəyim. Mən kişi ilə yola gedə bilmirəm. Deyəcəm niyə Allaha boşa olsun. bilmirəm. Allah haqqı deyirəm. Mən həyatıma illik ömürlük yanımda duracaq, Sabitləyəcəyim arxamda duracaq şeylər kişi var tapa olsun bilmərəm. Gülü. Çünki mən eləyə bilmərəm. Mən yola gedə bilmərəm. Nə bilim, gedə bilmirəm. Day bacı, başqa dönüm, gedə bilmirəm. İlk 7 illik kişi mənim üçün ya ərim olacaq, ya da olmayacaq. Qurtardı, getdi. Şükrüstan kimdir? Ya mənim ərim olacaq, mənim üçün. Birinci kişi və axırıncı kişi, ya da olmayacaq. Ya da Nazda olmayacaq. yazıb ki, kişibazı bədbəxtsiz. Sənin gözündə ola bilər. İngilis tutur, seva halaldır, sənə burada artist eləyib gedib başqa mində cilddən cildə cilroqqa çıxartmaq mənimlə deyil. Faktiki olaraq kaprizəm mən. Mən kimdənsə yola gedə bilmirəm, qətiyyən. Kiminsə bu deyə bir dərdin çəkəm, kiminsə qabağıma 10 bəyənmədi, bunu qoy, o köynəyi bəyənmədi, bu ayaqqabın şeyləri yox, qəti. Nə ilə dolanasın, seva, heç nə, özüm. İşləyəcəm, dolanacam. Bu vaxta qədər mənə kişi baxırdı. 350 alimentli üstündə dolanmaqla düzəldirik, yavaş-yavaş gedirik. Vacibdir ki, çox olsun. Məncə çox lazım deyil. Düz demirəm bacı. Çox olanda çoxun da nə qədər dərdi olur. Az olsun, qəşəng olsun. Telefon evi xoş gəldin. Sən də bu arada ürəyim zadım deməyi qısqanıblar. Telefonum dayanmır. Qohumsuz, ata bir ana ayrıyıq. Biz məzələnsən, bacımdır da. Mən yola gedə bilmərəm, inciyin qızlar. Oğlum, necə başa düşürsünüz, nə tərif bilirsiniz, mənə artist də deyə bilərsiniz, rola girən də deyə bilərsiniz, yeni kino çəkir kimi də deyə bilərsiniz, mən gedə bilmirəm yola kimlənsə. Çünki bilsən necə, insan əri bir dana olar, insan sevgilisi bir dana olar, 10 dana olmaz. Ya mənim üçün varsa da uşaqların atasıdır, yoxsa da uşaqların atasıdır. Nə eləyib özü üçündür. Mən gözləmirəm, amma barışmayacam. Yəni bu belə olacaq. Mənli deyil. Başım bıraxdım. Bundan sonra ancaq fikirləşməyim mələk olur. Başqa heç kim. Boş şeylərdir o, antikvar həyatdır o. 5 gün bundan, 3 gün bundan başım bırax. Varsa da yoxsa da adamın əri bir dənə. Adamın arxa dayağı bir dənə. Pis də, uğraş da olsa, sən deyən də olsa ərdir. Barış yox, barışam mənəm. Qətiyyən. Bəlkə də illərdən sonra. Bəlkə də illərdən sonra. Bəlkə də illərdən sonra ola bilər, amma indi yox. Ev al. Nə ilə alım? Ev alım əlimlə barışım. Deyimcə hər şey elədim. Şərait gördüm ki, sən də Kleopatra kimi yaşa. Kızlar ekran tıklayın ben. Ne olur çok sağ ol.
Vallahi qızlar, ağlınız olsun. Hamısı boş şeylərdir. Hamısı boş şeylərdir. Ailəvizin qədrini bilin. Ailəvizin qədrini bilin. Səbəb nədir? Mən xəyanət elədim. Mən uda bilmədim, udquna bilmədim, ata bilmədim. Bura ona görə də ayrıldım. Bilsən ya, mən söyəcək dədəm yoxdur, qarışacaq anam yoxdur, nə də ki, dalımdan təpiyi vurub deyən nəslim yoxdur. Onları deyəcək adamım yoxdur. Ona görə də mənim qürurum, mənim mənliyim, şəxsiyyətim, özümü saxlayacaq qədər ayaqdayam deyə mən boşandım. Bəlkə də mənə yiyə durmasaydılar, bəlkə də. Nə bilim, bəlkə də uşaqlıq elədim, ola bilər, yenə də. Eləyəmədim, çox gördüm qızlar. 1, 2, 3, 4, 5, 6, çox gördüm, bağışlaya bilmədim. Özü də bəlkə də buradan Bir baxır. kişi gəzər, boş ver. Yox, mənim kimi qadına yox. Onda sən ki gəzir, həmişə də gəlirsən yanıma. Qəbul edirsən. Yox, mən bəlkə də boşanmazdım qızlar. Təşəkkürlər. Mən bəlkə də boşanmazdım qızlar, bax deyim. Evi, torpağı, maşını, mənim üçün gün, güzaran, uşaqları gəlib taksi evdən aparıb məktəbin həyətinə qoya. Mən belə dırnaqlı, qaynaqlı zaddır. Burada marketdən gedirəm, tutaq ki, marketə gedirəm də marketdə ağzımın içindədir. Piyada qoymur getməyə, gəlsin taksi ilə qoysun. Bəlkə də boşanmazdım. Gördüm onun heç nəyi yoxdur, dedim, sən sağ mən. Dəli deyil, laf dibindən vurdu. Gördüm onun heç nəyi yoxdur, dedim, hardaydı kişin? Heç nə sizdə yatmışdı. Az qulaq az, o pulu olsaydı amma boşanmayacaqdım. Yox, Desənə. deyəcək mənimlə çıxır hər şey. Dəlisən, amma mən pulsuz sevmişəm axı. Yox. Mən eləməzdim. İndiki zamanədə yoxdur, sənin sevgin başqadır. Dəlisən, ay qız. Yox, sənin sevgin başqadır. Mənim elə Sənlə mən bir deyiləm. sevməyim var. Sənlə mən də nə olsun, mən də hələ ölənə qədər deyim mən sevdim. Bəs mən necə gəldim? Heç nə yox idi. Kiraya Baxma da yaşayırdım. onunla o bir deyil axı. Nə olsun, nə bir deyil, çox nə deməkdir? Onunla ixtiyar bir deyil. Yəni məzələnmə də indi. Nə bilim. Nasıl deyirəm haqqı? Mama, seçənəyim var, vura bilərsən. Xahiş edirəm, Bakı şəhərində 952 90 20 nömrə tapsaz verin də mənə nə olarsa bu gedib bir də xərcə düşüb nömrə çıxartdırmayım. Nə bilim ay qız, gördüm mən qayı saxlatdırdı ki, qabaq nömrə yoxdur. Şoka düşdüm, baxdım. Sahib çıxan, necə çıxmadı sevgi, çox sağ olun. Sağ olun, necəsiz? Dolçalar, əlbəttə, dolça bölcü başqadır da. Dolça çox başqadır. Nə manatda? Qulağı deşmədən taxmaq olmuş. Ay qız da mən demirəm, dərdimdən dəli Cürbü divanəyəm. xələt veysin. Daya, indi demirəm, dərdimdən dəli divanəyəm. Bu dəqiqə gəlsin, nəsə eləsin. Mən indi söz danışıram. Yəni bizdə o Sevir gedir. bacı. Sevir. o Mən gedir. marketdə administrator işləyirdim. Mən xəbər gəldi ki, bacım qaçıb. Gəldim ev zadı dağıtdım, elədim. Yadımdadır. Allah and olsun. Mamama dedim, nə? Fotoğraf olsun, çoşqamı. Sevda fətir almaq adı ilə qaçıb. Allah haqqı. Aşın altına fətir almaq adı ilə qaçmışdım. Hə? Aş süzmüşdük, altına yuxa. Yuxada fətir. Yox, bağışlaya bilmirəm. Fətir almaq adı ilə Bağışlaya qaçdım. bilmirəm, həqiqətən bağışlaya Vallahi. bilmirəm. Ha, elə bir sencə daşı basmışam da qəlbimə. Hə, mən də administrator işləyirdim marketdə. Allaha and olsun. Xəbər gəldi ki, qaçıb. Dedim, vay, oğlan aralıdır. Axtardıq, tapdıq ki, oğlan Salyanlıdır, Bakıda yaşayandılar prosta. Buran haqqı. Yaxşı da. O nə idi elə? Sən Allah haqqı dəhşətsən. Badınəm ofisdə də dirəşdin, o hədiyyələri atdın mənə. Mama. Hə, xəbər gəldi ki, bacın anı. Yox, qızlar. Bilsən nədir? Məsələ belədir. Əgər məsələ belədir qızlar. Oğlan səni istəyir. Gəl aşkım, gəl. Əgər Deyirlər bax- ki, Ümid səni istəyir. Gəl sevgilim, gəl. Gəl. Bax, əgər belə danışanda, əgər qarşı tərəf səni istəyirsə, səni incitməli deyil. Aşağılayıcı sözlər deməli deyil. Bilirəm qısqanırsan, amma adamın xətrinə dəyməli deyil. Babam tapdı. İkinci şansı vermə, verdim də ikinci şansı. İkinci Çox şansı verib, verdim, çox çox verib verdim. şans. Onlar da getdi. Onlar da əlindən Nə, baxdı. nə istəyirsən? Bunlar. Bunu kazino.
2 ildir mən tək başımayım. 2 ildir o insanla barışacaq Ay qədər. qız deyir tanışdığımızı danışdım da, deyirəm fətir almağa. Deyirəm ki, 2 ildir, 2 ildir. Qulaq as. Gəlirəm, yaxşı, gözlə. Qulaq as. 2 ildir bu insan barışmaq dillə deyib, hərəkətlə eləməyibsə, Bu da geldi. qaşını burax. Qaşını burax. Yaşayın Tamam, sən geldi. çıx. Az nə bilim. Dişin ağrıyara, Ümid, çox yemə, barışma. Az yox, hara barışma. Qızlar, baxın, Baden-Nərmin də öz aramızda da. Baca. Gizlənmə ekran, niyə ekrandan gizlənmirəm ki? Cəbilə Heç danışaq. dəxlisi var. Cəbilə danışaq. Hə. Bax indi. Oo, mən düşdü kartol. Beni sən nə deyəsən? O dirəşi deyib düşündü Allah. Mama, nə gündə qoydun hə biz kartof nə də? Kartof Gözəl nədir? idi, çox sağ olun. Gözəl idi ya. Az deyir ərin göstər, Allah keçəl ərinin şəklini göstər burada. Yoxdur. Az göstər də ərinlə qəşəng şəkilləri. Az bizdə var, gətireyim. Sən Allah dur get albomu gətir. Dur get albomu gətir. Sən al, az orada mən də varam, gətirmə. Ay demiş. Nəmi? Belə nəmi? Getsən Allah göstərə. Az atovun şəklini tap. Az atovun şəklini tap göstərim. Hə. Şarlı çaxımı vermə. Dədövün şəklini tap göstərim. Sən Allah mələk tap dədövün şəklini. Ay mələk. Eyni yaşdadılar. Eləmə, olmaz. Amma yox, əri mühafizə işləyir, olmaz. Bəlkə iş yerində problem olar. Az olmaz. Nədir ki, rəsmi deyil ki, sənin ərimin işi. Az Az pul gətir. gəldi mənə. Hə. Baxın. Ölürəm yox Baxın. səsdən ötürü. Baxın mələk. Bax. Hə, apar. Ölürəm yox səsdən ötürü. 3 saatdır o pulu gözləyirəm o matı. Allah saatdir mən amma gözləyirəm. ölürəm o səsdən ötürü. Karta pul gələndə səs var. O səsi heç nəyə dəyişmərəm. Tapdı. Eləmə. Az içi də bir də göstərim də. Olmaz, qəti olmaz. Qətiyyəm. Bilirəm belə göstərim. Qəti. Kız da təsəvvür eləsin. Qəti mənə. Müəllimlərimin qətiyyəm. Yaxşı. Ay qız məndə oynamaq video. Yox biz mənlə oynayıb hansardasa. Yox az yoxdur. Mama, Tanışıq. bunları silmə, bax mama. Bax belə gözünüzün qabağına gətirin ki, boyun kimisinin əri necə olar. Keçər dişsi. Keçəl, ağ, hündürboy, orta yaş, orta bədən. Təsəvvür elə. Gözləyin görüm kimə oxşadıram platformada. Heç kim. Yox, heç kim oxşamır. Mama, bunları silmə. Mama, bunları vur, silmə. Mələ sən dədövün şəklini hardan tapdın? Qaraliya. Temudan tapdım, Temudan gəlmədi. Arzumun əri. Az yox, Arzumun ərinə oxşamır. Arzumun əri sarısılıdır, doludur. Bu biraz arıqdır. Göy deyil. Az Nə yox. arıqdı, Arzumun əri arıqdı. Yalan demə. 100 kilo deyil bu. Oy, ərin çökəli. Demək düşüb səndən boşanmaq. Niyə lağ eləyirsiniz? Lağ niyə eləyirəm? Ay qız, anasına qədər izləyirlər bizi burada. Hə, problem. Hələ məni bütün nəsli Əlbəttə. izləyir. Mama. Ay toy şəli yazım ki, toy şəklini getir. Toy şəklini gəl göstərdim. Yazacaq indi, özü yuxarıdan yazacaq ki, eləmə. Yox. Yazmayı toy şəklini atmışdım da. Məndə bir də şəkli var, sünnət Ay paltarı. sən Allah qoy bir də göstərim. Az kim Bir qəşə şəklini göstərin, bir qəşə şəklini göstərin. Dayan da, nə? Az nə edirlər? Elariz. Yox, eləmə. Az sən Allah göstər. Sən Allah sevdi. Nə edirlər? Nə qarəzaqlar ki, ərin dövlət işində işləmir bir şey. Az göstərsən Allah. Nimətin sayır. Yox. Ay Şərifə, hansı şəkildə o at görəyə baxaq. Az yox atma. İtil orada mən də varam. Var, orada var. Ver göstərim. Şəl atma. Mələk çırparam səni. Yazdım şəriyə. Nə gedib Ali bu gəl. Az baxa Ay bunu tapa bilmərsən. Ay qız, ay. Ayda, Mələk. Nə olar bir də nəniyə dinəndə mənim xarici pasportumu ara qoyub qurban olaram. Kompüterin yanına qoysun. Xoş dedim işə. Şəli yoxdur, şəli bir dənə at. Ay Sevda, qudurma da Mələk keç ekrandan düşürsən. Asta qızın tapdı da ayaqları. Ay Allah! Məndə bu şəkli var. Məndə bu şəkli var. Az bir yaxına gətir biraz. Az əlim. Az ərin üzünə ekran düşür. Ərin üzünə ekran düşür. Ekran nə idi? Effekt düşür. Yaxşı, söz göstərmə. Bəsdir də qız. Məndə də. Qız qop. Hə.
Eləmə, olmaz ana qurban. Teymur Emrah'da çaz. Yo, Teymur Emrah değil. Yox, göstərmə bəsdir. Ben edeyim ona bir dəqiqə. Təmiyə baxıram. Bunu qəbul eləmə heç vaxt. Deyəcəm niyə? Yaxşı, adını çəkmə. Evlənib indi, yox. Ay qız yox, kim O bu? sevdanı çox istəyir. Həddindən artıq dəli İndinin divanədir. özünə qədər də deyir. Dili ilə, bilsəncə, O sevdadan ötürü. hərəkəti ilə də elə bir Hə, çox istəyir. öz də bilmir ha, nə istəyir, amma istəyir. Kim ekranı kayd elədi? Narahat olma. Bütün kayıtların hamısını sildirirəm. Heç kim məni kayd eləyə bilməz. Kimdə kaydım varsa ürəyim istəyib paylaşıblar. Bilirsən də indi mən çıxandan sonra bir də storyimdəki şey izləyərsən, TikTok storyimi. Gör nə var. İcazəsiz kiminsə videosunu paylaşmaq, səsindən paylaşmaq. Şeri Allah şeri yaman deyir. Nə yazıb? Başa Yaxşı, düşmədim. işinə udduraram. Yazıb laldı sevdanəri. Hə, danışıb eləyə bilmir. Deyir az. Ən gözəl şəkli burada. Effekt düşür üzünə. Qoy effekti çıxardım. Xəstə sonra gedər qulağına çatar deyərlər. Aman, qız. Məzələnir məndən. Allah. Bax burada da qızlar boşanmışdıq. Mən ona çağırmışdım. Ki gəl. Yenə də Boşanıb bayramı bir yerdə eləyiblər. bir yenə də stolda. gəldi, yenə də tutdum. Ey Allah. Buna bax Qırmızı qızlar. bacım. Buna bax qızlar. Söz Məndən deyil, orada. Mən gör nə boydayam. Gör necə kökəm. Baxın qızlar. Gördünüz? Mən də baxın gör nə boydayam. Gördünüz qızlar? Sizə bir də görməyəsiniz. Allah haqqı bir də gör. Bax mənə gedin dua eləyir. Stola bax elə. Gör nə gözəl bəzəmişəm. Dayıcı zat bizdə idi. Ay Ayağım. Allah yazdığı heç vaxt elə bəzəyli Mənə stol yanında görmür. yanmamışdı. Ay Sevda yaxşı Yanmamışdı. Mənim sizə yanmadan öncə son videom var idi Məsmədə. Ay Sevda. Mama. Ay qız başım buraxıyor onu. Çətir danışmaq lazımdır. Az gec çaşıb onu bərk oxuyarsan biabroları. Necə arıqladın? Problem. Problem ürəyim. Ay mama, İnsan, mama, qadın mama. avtomatik arıqladsa bil onun böyük problemi var. Məsmədə mənim yanmadan öncə şəklim var idi, göy paltarda qışda. Onu atıb mən ayda bir dəm pis oldum. Orada kökürəm. Kökəm orada biraz. Sən kimdin? Yox, qaynaq. Gözümə bax. Yaxşı gəl ekrana. Apar tulla deyirəm. Deyir apar tulla onu. Tullamayıb, boşanıb. Sevda sevir hələ də. Manyaklar, çox sağ olun. Tanışdıq hekayəmizdə. Ayda, ay xanım dedim də telefon mağazasında satıcı işləyirdi. Oğlan gəlib ora nə bilim nömrə almağa, nə almağa, onda çükülləşiblər, sonra başlayıb qaçıb. Oğlan qaçırdıq bunu. Yox, çox düşdü qalımca. Mən əvəzədə əmsi görüb. Qeyb anasını çatdırıb. Mama danışdı, mama Hə, danışdı. hə, sonra ay qız mən Mama ay danışdı, qız. qoy mama danışsın. Ay da. qız. Danış. Ay qız, marketdə administrator işləyirdim. Anam zəng vurdu ki, bacın sənin yanına gəlib, dedim yox. Dedi, hanı dedi heç nə. Salyana Bacın gedib sevirdin onu. yuxu almağa. Kül qız başa, sən anon yuxu adı ilə qaçıb dədövə. Yoxsa mən kimi gəldim, dayandım anamın qabağında dedim ki, mən Elnur istəyirəm. Dedi ya Elnur ya biz dedim Olda biraz Elnur. ürəkli. Evə çatdım, anan dedi ki, nənən dedi, hanı yuxa ilə Sevda. Dedim, nə yuxa görmüşəm, nə Sevda, mən nə bilim. Heç nə. Birinci Yuxaya ayının bir marşında da aparıblar. verdim, anamla Yuxaya gözləmə bir- üzüyü aldım. Yuxuya bir Az Quran haqqı deyirəm, yalan nöş danışıram. Mama danış da sən, mama danış da sən. Mama başdan danış, lap Geç başdan. qızına, bax inanmır Çəkildə mənə. dayan da lap başdan. Ay qız, Salyanda mebel mağazası ilə telefon mağazası var idi. Başda danış. Az fikir ver. Az, Dayan da sən. az dədəsiz. Yaşayan sənsən. o Dədəsiz, hissi. xəbərliyirəm də sənə. Dayan, Telefon dayan. mağazasında mən mebel mağazasında satıcı işləyirdim, bu da telefon mağazasında satıcı idi. Sən dədən, indiki dədən. Sus da. Sən dədən gəlirdi ora. Sən bir dəfə, iki dəfə gəldi anandan telefon başlığı aldı, şunur aldı, nömrə aldı. Sonra başladılar çükülləşdilər. Sonra başladılar sevgili olmağa. Əllələr tutdular. Salyan da balaca yerdə bilmirsən. Buradan burnuna eşirsən orada bilirlər. Hə. Sonra günlərin bir günüdür. Mən bilirsən də marketdə xalan administrator işləyəndə səni Zirəttinə tapşırıram. Ziyyət şurada. Qulaq as. Mən də belə getdim. Diyan da diyan. Sonra nənəm mənə zəng vurdu ki, Sevda sənin yanındadır. Dedim yox. Dedi Salyandan fətir almağa gedib. Dedim az nə mən yanımda, mən işdəyəm. Mən evə getdim, çatdım. Mənə dedilər Fətiranı, Sevdanı. Dedim bilmirəm, nə fətir görmüşəm, nə Sevda. Kimdə də qaçırmışam. Az xəstə atan götürüb qaçırtmışdı Salyandakı əmsigilə. Hə, hardan bildiniz qaçırdı? Sonra oradan gəlin Uşaq çıxdı. yanıb, qızım yanıb.
Sonra biz sənin xalan lox girdi borca xərcə, qaçmış qıza elçi gəldiyi kimi də cehiz verdi. Allah haqqı, bax dədəvə üzüyü, anava üzüyü, mebel, pərdəsindən tutmuş qərnizinə qədər. Rəhmətli atam da cehizini alıb yığmışdı, sağ olsun. Hər şey verdi, getdi. Allah haqqı deyirəm. Sular mənə gəlib çıxmadı ki. O pərdə, düstur. İndi mən nə bilim, o mənim öz günahımdır. Mən gətirdim, astım. Mən bəyənmədilər, amma işlərimi bəyənmədilər. Otağımın pərdəsini gec vurmuşduq, qırğın elədilər ki, otağın pərdəsini də gətirin. Gecə ilə gətirdik, otağında pərdəsini Mən heç bağlatdırdıq. görmədim. Nə pərdə gördüm, nə lüstr gördüm, nə də qarniz gördüm. Hamısı qaldı. İndi mən neyiniyim? O qərnizi mən özümlə gəl. Xahiş edirəm, yezinə qərnizimizi gətirin. Onda tapqara qoyundaydıq. Burası yadımdadır şey. Tapqara qoyun. Sonra dədən oldu hərbiçi, sonra tapda xidmət elədi. Sonra xalovun bir Dranglet Lexusu var idi. Lexusun dalını doldururdum, əqqabım ağzından tutmuş şotkasına Bilirəm, gedər, aviadinasına gedər. Dinənə kimi yadımdadır. Gedirdim tapdara Gedirdim qoyunluya, yanına. sürürdüm ora. İlk dəfə idi ay qızlar, tapdara qoyunlu yolunu sürürdüm. O tapdara qoyunlu yoluna gedəndə maşından bir dənə belə uğul səs gəlirdi. Dedim 100% maşının altını zadım vurmuşam. Qabaqdakı stresini gələn maşına belə marqat elədim ki, bu yoldan şikayətlədilər ki, bu yolla çox tanklar keçib gəlir də. Yolun öz səsidir. Hə, qərnizi gətir. Hə, qərnizi gətir. Yanda. Hə, sonra option heç nə. Heç nə. Atan sonra dedi ki, belim tutdu. Çıxdı gəldi, o gəldi müşfiqə verdi. Sonra heç nə. Atan hər birinin maaşından bezdi. O cürlə maaşdan, o cürlə xidmətdən, o cürlə gözəl yerdən. Vermədi, bezdirdilər. Hə, dedi ki, hə. Dedi ki, şeydə adı nədir? Mən gedib 500 manatlıq maaşla işləyirəm. Anam da dedi 500 manatlıq maaşla nə ailə saxlamaq olar, nə uşaq boşandı. Anam da onun üstündə boşanıb. Atan yaxşı kişi olub. O mən də bilirəm. Deyir ki, pərdəni də gətir, pərdəsiz də. Nə yazıb? Pərdəsiz gətirmədiniz. Allah haqqı düz deyirəm. Ay mama öldüm ay. Qəlbinizi verin. Uşağın qolardı yanı. Uşağın qolu keçən il ayaq. Az xəbəri yoxdur, ay xəbəri olsa buraya gəlməkdir. Danışmayın, nə olar, qurban olum. Bir il oldu. Gülürük danışırıq da dayanın da nə? Mələk, sabahları sən yanıma xəstəxanada tort gətirirəm. Hə. Oy, ay Allah. Niyə? Aga be. Sabah nənənin ad günü, Ad günü sabah da nənənin tortunu gətirdim xəstəxanada sənin yanında Biri kəsdim. yanıbdı, onun biri. Mama, tapqara qoyundan Günah onda qızda olmayıb ürəyim. Oğlan xəyanət eləyib, qız qəbul eləyə bilmədi. Yo. Allah var da indi adamı var. Siz onsuz da eləsiz. Boşanan bütün Azərbaycan qadınların hamısını aşağılayıb Ay qız, götürürsünüz. ay qız, sən elə mənim saflığıma bax, kül mənim başıma. Demək, boşanmışam, əməli başlı bir izah keçib ha üstündən. Dayım gül bizə qonaq gəlib. Çağırmışam ki, bugün gəl bizə də, yəni evdə kişi xeyla vardı, dayı var, otur ondan yeyir. Bir dənə stol açmışam, buradan düz ora gedər. Allah haqqı. Yenə də salyanlıdır da, prosta onlar illərdir Yenə də Bakıda. tutdum, Elə yenə bir də tutdum. balacalıqlarından Bakıda doğulub onlar, yoxsa rayonda? Rayonda olub başda qaldı. Rayonda doğulublar, prosta Bakıda yaşayıblar. İllərdir Nəsimidə yaşayırlar. Mənim Ora bayrama Elə gəlib mənim bayramlaşmağa. Bu da telefon mağazasında işləyirdi də Subay sənsiz Vəsdə. aparım, açsın Orada qabiyə. gördülər, bir-birlərini Açsın qabiyə, bəyəndilər. keçəcək. Allah haqqı mən adım marketdə işləyirdim. Mamam zəng vurdu ki, Sevda sənin yanına gəlib yuxa almağa. Dedim yox. Az evdəkilər dedim ki, gedirəm Salyana fəthə Necə almağa. tutdum? Heç nə balam, telefonuma bütün elədiyi hamısı, bildiyin elədiyi zibillərin hamısı düşdü mənə telefonuma. Birbaşa telefonuma. Gördün ağardı. Qız xəstədir. Bu nətər elədin mələk? Gördün. Red Bull'un qabınca necə fasonlu bir şeylədir. Onu bizə deyir. Yox, gəlin elə bil nənəsi gilə gəlin getmişdi, həyət evinə gəlin getmişdi. Mebellərin falan hamısını oraya elətdirdik. Sonra gəldilər kirayədən. Yanımızdaydı. Boş ver, cavab vermə. Kirayədən də öz evləri oldu. Öz evlərinə gəldilər. Yaxşıydılar. Niyə qaynanası ilə Yeznəm hərbiçi idi. Tapdara qoyunda da xidmət elədi. Orada işlədi. Gəldi sonra müşfiq hərbi hissədə işlədi. Bir sənətər evin iki oğludular. Özünü işə vermək istəmədi. Başa düşdün? İndi hal-hazırda 500 manatlıq maaşda işləyir. Xəstəxanada nəzarətçidir. Şeydə o mühafizə. Vallah. 500 manat maaş indiki zəmanədə ailə dolandıra bilərsənsə, insanın bir aylıq günlük rasxoduna belə götürsən, günlük 40-45 manatlıq rasxodundur sən bir ayda. Şəxsən mənim qadınlığımla, mən də tək ailə saxlayıram da, mənim yoldaşım xəstədir. Öz aldığı təqaüd özünündür. Mən onun kartını 12 ildir salıb bankomatdan bir qəpik pul götürməmişəm. Normal bir şeydir.
görsən düzdür. Bax indi gəlin, bax dediyi, güldüyü danışdıq. Yox, mən niyə qorxuram ki? Şükür Allah, mən uşaq deyiləm ki, 5000 nəfərin içində nə danışdığımı bilmirəm bəyəm. Yox, ağıllıydı. İçən deyildi, çəkən deyildi, ağıllı başlıydı. Hələ bu illər ərzində bir dəfə onun ağzından belə xırda söyüş belə bilməzdim. Heç vaxt bilməzdim. Həmişə gələrdi Elnurla otururdular, yeyirdilər, içirdilər, söhbət eləyirdilər. Elnurla Dayan, biri burada yazıb ki, biz 500 manat maaşına dolanlıq. Bir dəqiqə gözlə, bir dəqiqə Azop gözünün içinə qədər yalan deyir. Ay qız, elə Kiraya məhkəmə bir aylıq. Kiraya qalırsan. Qulaq as. 11 aylıq rəsxodu bilsən nədir? O dırnaq manikürə, pedikürə verdi. Elnurla bir-birlərinə bacanaq deyirdilər. Uşaqların onu çox istəyir. İndinin özünə qədər Elnur iddaq deyir ona. Çox istəyirlər, həddindən artıq. Yəni indinin özü də hörmətimiz var. Hə, nə Mama, düşüb? Hə, mama. bilirəm. İndinin özünə qədər də Minnur ümid klonu düşüb yerə. Prosta bilsən necədir? Bu insan özünü işə vermək istəmədi. O cürünə iş var. 11 dəqiqə hərbidə qalıb evdə ala bilərdi, bacımı kirayədən də çıxarda bilərdi. Bugünkü gündə pensiyada çıxa bilərdi. Onun çox gözəl uğurları var idi və uşaqlığa qoydu, uğurlarından istifadə eləyə bilmədi. 12 ildə mən neçə il deyilsən? 12 ilə yaxın, 13 ildə uje evli idi. Uje dözə bilmədi. Üstbəyiz bir sənətə bəlkə də hərbidə işləsəydi xəyanət eləməzdi. Bəlkə də. Çünki bilsən niyə çox boşluqlara düşdü, getdi, gəldi, çox qısqanırdı. Bir şey ki insan evdən qırağa çıxmırdı, ancaq sevdan sıxırdı. Bilirsən, balıq qadınları da bilirsən də əziyyət çəkən, zəhmətkeş olurlar. Balıq qadını çox qürurlu olur. Balıq altında doğulan qadınlar var. Nə gündədir bu sevda? Elə mənim yaşadığımı yaşa. Həcə biz burada besmodoluğa çıxmamışıq, səs verməyə çıxmamışıq. Mən dala qabağa gedib belə burcudu Çox gözəl, ürəyim tapdara qoyunludu, tangist kimi fəaliyyətdə idi, super idi. Doğralığına gedib çıxmıram, hörməti də var idi. Belə pis çıxmasını Elnur gedirdi ona ayda 2 dəfə, 3 dəfə, özüm gedirdim, baxırdıq, gəlirdik. Naftalanda kirayə ev tutmuşdular, çox yaxşı idi. Birdən-birə bu insan dedi, mən belim ağrıyır. Perevod oldu Bakıya, Bakıdan da bir sənədir bu insan azadlıq istəyəndi. Uşaq oğlan nə bürcüdür? Şir. Şirdəki cındır bürcüdür. Yaxşı bu. Öz ərinə aid dərsizlik deyil. Öz başını istəyən adam olur. Onlar öz başını istəyən olur. Ay sağ ol. Hə, yəni burdan bilsən nə? O deyir sizə boşanan qadınları qınayırsınız, qınamayın. Bax mən sizə qorxmadan bütün əyrini də dedim, düzü də dedim. Bax, oğlanın yaxşı tərəfində dedim sizə, oğlanın pis tərəfində dedim. Başa düşürsən? Xeyr, 500 manat maaşla indiki zəmanədə dolanmaq olmaz. Sən gözünün içinə qədər yalan danışırsan. Mənim 31 yaşım var, xəstə anama baxıram, yoldaşıma baxıram, 2 uşağım var. Uşağıma təhsil verirəm. Mənim aylıq rasxodum, günlük rasxodum 40-45 manatdır. Necə ola bilər? Bakıda probka ilə maşın sürürsən, ən azı günə 7-8 manat benzinin gedir. Ən azı bir 3-4 manat parkovkalara pulun gedir. Açırsan parkovkaları 1 saatı nə bilim 60 qəpik, 40 qəpik. Elə parkovşik var ki, qəpik eşib axtarana qədər 1 manat çıxardıb verirsən. Hədə yəni lazım deyil. Beləsə özünüzü ağıllı aparmayın. Heç bir Azərbaycan qadını boşanmışamsa mən bugünkü gündə, məsəl üçün, mən nə pozğun deyiləm, nə də pis yola düşməmişəm. Yadınızda saxlayın. Qız uşağı böyüdürsüz. Öz nəslinizdə qadınlar da var. Elə bir boşanmış qadın tanıyıram ki, ailəli qadından milyon dəfə mərddir. Yaxşı? Mən bax burada Pərvanə var. Mən illərdir, 3 ildir o qızı tanıyıram, SMM-dir. O qadın boşanıb da. Mən onu 3 ildir elə fasonda tanıyıram ki, mən ona həmişə deyirəm ki, sənə halal olsun. Sadəcə və sadəcə Pəriş sənə halal olsun. Bax sözün üstünə də gəldin, çıxdın, istədin burada sənin də adını hallandırım. Heç bir boşanmış qadına pis deməyin, nə də boşanmış qadın. Heç bir qadın xoşbəxt həyatını atıb getməz. Gördün nə dedi? Dedi pulu olsaydı, maşını olsaydı, ev olsaydı atmazdım. Yadında saxla. Çünki qadın xoşbəxtlik axtarır, qadın yaxşı yaşamaq axtarır, qadın sevgi istəyir, qayğı istəyir. Heç biri yox idi. Başa düşdün? Mən Elnurla ailə quranda Elnur 157 manat pensiya alırdı. Üstəlik də Elnur kirayədə qalırdı. Elə bir evdə qalırdı ki, itib ağlasaydın orada qalmazdı. Bəli, evi ev eləyən qadın da, kişini kişi eləyən qadın da. Yadınızdadır, mən bir dəfə canlıda vurğuladım. Elnur gedib qalmışdı rayonda, üşümüşdü. Pletkanı taxmışdı, ayağını yandırmışdı. Mən orada demişdim ki, gördün qadınsız kişi, kişisiz də qadın heç kimdir. Yəni ağzınıza gələni danışmayın ki, qudurdu, boşandı, qız günah, xeyr. Xeyr, kişi olsun, arvadına sahib çıxsın, arvad da boşanmasın ondan. Xeyr, mən 500 manat maaşla işləyən kişini qəbul eləmirəm. Get 500 manatdan çox işlə. 500 manat nədir ki? Satıcı qızlarımız var bizim. Ay xanım, 13-14 yaşında belə pis çıxmasın. Tələbələr var, 17-18 yaxşı, 18-dən yuxarı. 13-14 yaşına iş verilmək özü belə cinayətdir. 18 yaşından tamam olandan sonra. Bax o KFC-də, McDonald's-da tələbələrimiz var. Günün ikinci yarısı elə onlar aya 500 manat pul qazanırlar. Nə edirəm mənim ərim 500 manat maaşla işləsin?
Neyinirəm ki? Mən şəxsən özüm məni qınayan arvadların kişilərindən milyon dəfə yaxşı ailə saxlayıram. Görmüsünüz indiyə qədər kimisə möhtac qalıb. Kart paylaşım. Yeri gəlsə Azərbaycanda ən imtiyazlı ailələrdən biri mənəm. Deyim də mənim ərimin iki əli, iki ayağı yoxdur. Nə oldu? TikTokda boşanmışlara ev aldınız, maşın aldınız, dəstək oldunuz. Oturduğu yerdə altına kreslo alıb göndərirsiniz. iPhone çıxanda çıxmamış alıb göndərirsiniz. Nə oldu ay dəstəkçi? Gəl onda birin bizatda biz də iki əli, iki ayağı olmayan birinə baxırıq. Mən amma eləmərəm. Mən milləti lox yerinə qoyub deyə bilmərəm ki, mənim ərimin əli ayağı yoxdur. Birinci qrup imtiyazlı əlinlə mən evliyəm. Mən adama sən nə deyirlər? Deyirlər yalvarmışdım oğlan ərə getmişdim. Görmüsən, o fasonda ərə getmisən. Sonradan olmayıb ki, elə qəbul eləmisən. De get yaşa. Başa düşdün ya yox? De get yaşa. Get kitabını pişir, get əziyyət çək yaşa. Bildin ya yox? Mərdi qova-qova namərd eləməyin. Çox ayıb olsun burada boşanan qadınları qınayanlara. Qadın boşanıb yaxşı eləyib. Kimlə istəyir ondan da xoşbəxt olsun. Yaxşı? Çönün arxada böyütdüyünüz qız uşaqlarınıza baxın. Hələ bilmirsiniz başınıza nə gələcək. Xeyr, mən Yezdəmin pis tərəfində dedim, yaxşı tərəfində dedim. Mən niyə demirəm ki, qorxuram bəyəm. Qorxmuram, eləmirəm. Bəli, abırlı həyən olsun. Mən onun abrının həyasını neyinəm ki? Abrı qız ərə verməyəcəm ki, abrının həyasını. Yaxşı baxsın. Neyinirəm ki, 12 uşağı gün sabah elçi gələcəklər. 13-14 yaşı var. 13-14 yaşı var. Uşağı bir sabah ərə gedəcək, qapısını döyəcəklər. Məsəl üçün, niyə mənim bacım kirayədə qalmalıdır? Yox, bax, gəlin bax bir də mən. Özdə evin 2 oğluna gedib. Deyim qızı var, 5 dənə qardaşdır, yox. Bax, gəlin belə danışaq. Bax, gəlin belə danışaq. Qızlar, baxın. Bax, əgər bu insan xəyanət eləyib də, bir dəfə tutdum. Təşəkkürlər. Bir dəfə tutduq, 2 dəfə tutduq. Çox sağ olun. 3 dəfə tutduq, Buraya 4 dəfə tutduq. təşəkkür edirəm. Oxuya bilmədim adınıza. 5 dəfə tutduq. Bu insan əgər məni istəyirsə, məni yaşatmaq istəyirsə, nə etməlidir? O elədiyi xəyanətdən peşman olub, ailəsinə geri dönməlidir. Elə şeylər eləməlidir ki, o etdiyi şeylərdən utanıb, mənim yadımdan çıxartmalıdır. Bu elə eləmədi. Bacımın pis tərəfi yoxdur. Bacımın pis tərəfi yoxdur. O hərbidən çıxıb gəlib aylarla işsiz qalanda bacım evdəki qəpiyinə qədər yığıb verirdi ki, ged üzüvü qırxdır, siqaretini alıb verirdi. Bacımın pis bacım yox, bax deyir ki, sən deyir oğlanın pis yaxşı tərəfindir, bacımın da pis tərəfindir. Mənim bacımın pis tərəfi yoxdur. Necə deyə bilərəm? Mən boş ver. Mənim bacım istəyib ki, ailəsi yaxşı olsun. Bəli, mənim bacım ev tələb eləyib ondan. Ev istəyib, istəməyib uşaqların. Necə qala bilərsən sən? Siz necə qadınsınız? Bax, əsəbləşirsiniz də, dırdır eləyirsiniz də, nə bilim, insan nə qədər qadın nə qədər istəyirsə, ailəsini gücləndirsin, ailəsi gözəl olsun, ailəsi ilə xoş firavan yaşasın, hər şey olsun, nə bilim, hər şey yasa gedirdim, məsələn, mən idim, toya gedirdim, məsələn, mən idim, hər şeyi mən eləyirdim. Məsələn, onun o elədiklərimə baxmayaraq, mən heç vaxt demirdim ki, mən filan şey getdim, mən eləyirdim. Nə dəxli var? Aliment alır, dədəsinin evindən gətirməyib ki, uşağı. İxtiyarındır da uşaqlar. Niyə almır 350 manat 2 uşağa? Yəni qızlar, deyirsiniz ki, bacınızın da pis tərəfindəyim. Mən pis tərəfim bizə nə idi? Yoxdur mənim bacımın pis tərəfi. Mən pis tərəfim bizə nə idi? İşləməyindən dırdırıydı. Səliqəsi səhmanı yox idi, dırdırıydım. Ölürdüm səliqə səhmandan ötürü. Yəni bizdə bax problem bu idi. Yox, xeyr, mən 500 manat maaşa işləyən kişini qəbul eləmirəm. Mən qutardı getdi. Bunu da qayd eləyin, gedin harda istəyirsiniz paylaşın. Mən o kişidən çox qazanıramsa, o kişi mənim nəyimə lazımdır ki, elə şey olur bəyəm. O kişi o arvadı illərlə kirayədə yaşatdısa, deməli o kişinin bir məqsədi yoxdur. Kişi qabağına məqsəd qoyar. Mən qadınlığımla istədiyim məqsədlərimə çatıram. Başa düşdün ya yox. Mən risk eləyib bugünkü gündə 15 minlik maşını 33 min alıb sürürəmsə, demək mən o maşından pul çıxardıram da. Uşağı məktəbə aparıram, çəkilişə gedirəm, mamamı həkimə aparıram, istədiyim vaxt rayona sürüb gedirəm. Mən bu həyatda məqsədli yaşayıram da. O nə deməkdir ki, o məqsədi yoxdur. Sən al 13 ildir kirayə saxla, doktora, sabah da deyək ki, mən boşandım. Elə deyil. Başa düşdünüz? Xeyr, mənim ərim belə pis çıxmasın, 1000 manata qədər təqaüd alır. 13 ildir də evliyəm. Heç kim deyə bilməz ki, Nərmin bu 13 ildə ərinin təqaüdünün kartın salıb bankomata gedib özünə bir paltar alıb. Nərmin marka da geyinib, gözəl yerlərdə də oturub, rayonlar da gəzib. İstədiyi belə pis çıxmasın, yeməyi də yeyib, geyinib də, keçinib də. Başa düşdünüz ya yox, ömür boyu mən ərimin şotunu bir qəpik belə eləməmişəm. Mən maşın alıb gətirib həyətdə saxlayanda hamı mənə dedi, nə ilə almısan? Mən heç kimin şotuna qabağa getməmişəm. Ağzımı başıma əri təqaüd alır ona görə. Sən nə bildin mən ərimin təqaüdünü yeyirəm? Mən heç ərimin kartının axır kodunu bilmirəm nədir. Heç mən ərimin ayın neçəsi pul aldığını bilmirəm. Mən ərimə baxdığım üçün dövlət mənə 120 manat pul verir, sağ olsun. Mən onu uşaqlarıma xərcləyirəm. Pamperslərin yeməklərini alırdım, indi çıxıblar pampersdən falan. Özlərini eləyirəm.
Ay Nils, elə o da mənə maraqlıdır da. Ay Nils. Dəhşətdir, valla. Belə də yaxşı eləyirəm. Ərə niyə gəlmişəm ki, ərdən yemək üçün? Yaxşı eləyirəm. Elə mən də o halı ilə ondan tələbləri çox eləyirəm. Heç dəxlisi var. Yoldaşım pulunu xəstədir ürəyim. Müalicə alır, öz problemləri var, rayondadır. Nə bilim nə eləyir, özü bilər. Yığır ki, səni alıb saxlayacaq. Yo, niyə xərcləmirəm? Xərcləyərəm. Prosta özünündür də hələ ki. İstəyəndə söz yox verir. Prosta ürəyim gəlmir. Qızlar, yəni bunu demək Ev istəyirəm ki. almışsan da sən elə təpön haqqı. Evimdən gətirmişəm axı, ana evimdən gətirmişəm 2 uşağı. Küsən başıma. İndikilər elçi gedəndə qızdan çox ana ilə dədə sual verir. Oğlana nə işləyirsən, harda qalırsan? Evim var. Yox, mən bilsəydim ki, elə boş oğlana gedəcək, evsiz eşiksiz mən verməzdim. Dəli idim, axmaq idim. Bizdə nə qədər elçi gəlirdilər. Qızlar, mənim getdiyim evdə də 2 uşaq, 2 oğul arasında ayrı seçkilik böyük idi. Evin ilk gəlini idim. Yox, mən ayrılmamışam. Söhbət sevdadan gedir. Evin ilk gəlini, ilk nəvə nəticəsi, şükür Allaha. Baxan var, gəlir də həftədə 2-3 dəfə gəlir evə. Baxın qızlar, 2 dənə Sən uşaq. getdin qabağa, indi də bacı apar. Narahat olma, boşandırmışam, aparacam qabağa. Sən çox aparmışam axı qabağa ona görə. Yəni demək istəyirəm ki, davasız, dərmansız 2 dənə uşaq. Məsələn, istəsəydi o ilk gəlin, oğlunun balaları, o ana, o ata nəsə eləyə bilərdi. Onlar sadəcə olaraq, necə deyim, Rus kimi deyim, tipli insanlardır. O elə yaşamağı sevirlər. O cür yaşamağı sevirlər. Başqa nə deyim? Yox, mən sadəcə qınayanlar var. Onları Allaha həvalə eləyirəm. Bu qədər. Mən belə pis çıxmasın. Mən nə qorxan yerim var, nə çəkinən yerim var. Səhv edib boşanmısınız, pis günün ömrü az olar. Kirayələrdə çürüməli idi. Özü dedim barışmaq istəyirsənsə get anandan, dədəndən ev tələb elə. Denən ki, mənim ailəm istəmirəm kirayədə qalsın, barışaq, şad xürrəm, firavun Ay qız, mən elə öz Gördün evim mü? var. Mən borcum, xərcim çoxdur mənim. Mən dolana bilmirəm. Uşağımı mən məktəbə qoyuram, məşğəliyə qoyuram, problemləri var. Sən nə danışırsan? Ərsiz qadındır. Bəzən bilsən necə pis vəziyyətə düşür bu. Bəli, əlbəttə insan öz evi olanda daha yaxşı olur, daha rahat olur. Yazıb ki, bəs indi boşanıb ev ala biləcəm. Mən demirəm ki, boşanmışam ev alım. Yox. Yenə də kirayə qalacam. Canı çıxacaq 300 alım, 50 manatı ödəyəcək. Всё. Ödəyəcək 350 manatı, mən də onun şotuna şellənəcəm. Necə tanış? Qızla oğlan necə tanış olur? Sən ərinlə necə tanış olmuşdun? Sevda da elə. Eynidir də, yerlimizdir də, Yeznəmdə, Salyanlıdırlar. Prosta onlar Bakıda yaşayıblar. Ora belə ildə ayda bir dəfə gedib, o da gəlib boyun görüb orada. Zato qulağım dinc olacaq, yox qızlar. Elə deməyin. Elə demə. Evin bəzəyi kişidir, valla Bəli. elə deməyin. Pis də Allah olsa, yaxşı da olsa, amma neyniyim, mənim qəlbim. Elə deməyin, qadın nə qədər də Mən qazansa, o kişinin 1 manat o evə girmədisə, valla o nə bilim, evdə, o ailədə din bərəkət olmur. Elə deməyin, təklik Allaha məxsusdur. Əksinə deməyin, qadındır da boşanda əcəb elədir. Siz boşanan qadınları qınamayın. Sizin heç yaxşı sözünüzü də istəmirik. Qınamayın. Valla qınamayın. İnanın Allaha, mən çox pis oluram. Mənim 31 yaşım olsa da mən bu həyatda çox şeylər görmüşəm. Yo, adam pis Mən olsa, rəhmətli yaxşı olsa atam adam o qədər özəl. yaxşı insan olub, o qədər bizi gözəl böyüdüb. O qədər şərəfli, ləyaqətli, layiqli bir atalıq eləyib bizə. Allah qurban olaram mən onun yatdığı torpağa. Hər axşam mən onun şəklinə baxıb yatıram. Deyirəm kaş qalaydın. Kaş qalaydın, gəlib sənə ərimizə demədiyimiz sözü sənə deyərdik. Yox. Hə qızlar, 350 Demirlər. alıram. 350 alıram. Yox valla, boşanan qadın xoşbəxt deyil. İnanın Allaha, boşanan qadın siz düşünməyin, boşandı, əli ayağı açıldı, xoşbəxt oldu. Valla o Ay, yox, sözü yox, deməyin, az çox yox, pis yox. şeydir. Allah haqqı deməyin. Yox, Mən elə bir boşanan söz qadın deyil. tanıyıram. İndinin özünə qədər ərindən ötürü göz yaşı tökür. Hə, pis idi. Pis idi. Anası, pis idi. Danışma onun haqqında. Pis idi. Danışma onun Əgər haqqında. yaxşı olsaydı, oğlu onun evinə gedəndə dayalma təpiyi vurub deyərdi ki, o sənin ailəndir, get oğul ailəvin yanına. Olub. Get üzr istə. Mən qayıdıb ki, görmüşdün, Kaç gedərdik. qadın, bəs Nazlı Görmüşdün, onu gedərdik, bilənlər onu bilər. sürüyərdik. Hansı birini sürüyərdin? 5-dən 6 dənə idi. Onu yaşayan bilər. Heç birini bağışlamıram, heç birini. 3 nəfərin üçünü də bağışlamıram. Bundan sonra gec deyil. Ya, Öz bağışlama, həyatına heç bax, özün üçün yaşa, всё qurtardı getdi. Bacımın yoluna nə olub? Nə olub bacımın yoluna? Vallahi hər 4300 burada adam var, Allah and olsun. 4300-ün bəlkə də 2300-ü hamısı bundan ötürü bu yolun getmək istəyənlərdir. Yanımda zəng gəlir ki, Nərmin model olmaq istəyirəm.
Mən də qabağa çək. Heç nə model ola bilmirəm, satıcı kimi işləyim. SMM-in olub. 50 dən yanımda var. Təklik daha gözəldir. Elə demə ürəyim. Vallah təklik Allaha məxsusdur. Elə demə. Bir uşaq 246 manatdır. Doğrudan. İndi elə almıram axı, o qədər qazanmır. Sən hadi. 500 manat düşür də mənim uşaqlarımın ikisi də 500 manat almalı. 470 manat pul almalıyam. Buyur, gedin yatın. Nə istəyirsən? İstəmir, davay İstəmir. Get, tez. Murad nə söndürsün onu? 260 mı? Yox, ebi yox, 350 manat alsın, yazıqdır, o da gəlsin. Nə olsun qazanmır, verməlidir də. Yoxdur da ürəyim, necə eləyək? Biz elə qəddar deyilik də ona görə. Biz elə qəddar deyilik. Qaldırmağa gedirəm alimenti, mənə qoymur. Eləmə, lazım deyil. Deyirəm gedim qaldırıram ha, əsəbləşdirirəm, deyirəm gedirəm alimenti qaldırmağa. Deyirəm, Stabil tələb edim 440 manat olacaq. Mən dedim alimentdən imtina ilə bir otaqlı ev tələb elə. Mən onu səhv dedim. Eləyə bilmərəm onu. Qardaşınız var, yox. Yox, yaxşı da yoxdur. Dövlətin qanunudur. Qurban olum o dövlətin qoyduğu qanunlara ürəyim. Yoxdur da bu 500 manat maaş alır. Necə dirənim 440 manat alım? 60 manatla bu necə dolansın? Yox, eləyə bilmərik onu. Biz elə qəddar deyilik axı. Biz eləmərik onu. Biz həmişə halal qazanmağı sevmişik. Biz insan kimi yaşamağı sevirik. Mən görsən necə dimdik ayaqdayam. Yox, ola bilməz. Gəzə bilər. Yox, olmasın, lazım deyil. Cavan da o da. O nə yaşı var indi? Evlənəcək bəlkə sabah. Ailə quracaq. Qadın hardasa özünü ayıb eləyir balalarından ötürü. Amma o oğlan uşaqdır, o evlənəcək. Təbii özdə evin iki oğludular. Biri subaydı, biri də budur. Amma mən istəməzdim belə olsun. Çünki mən dədəli analı getməmişdim də. Qırğınla, qiyamətlə qaçdım. Hələ onun anası qəbul eləmirdi. Vay, hələ qaşımı da belə... Mələk, bu qolbağı da şey. Hələ qaşımı da belə qaldırırdı ki, görüm qaşımı almısan. Sırf bu qolbağı. Hansı zamanədir? Əli ilə belə də qaşımı qaldırırdı, belə ki, görüm qaşımı almısan. Sıxma. Yox, eləməyin. Heç bir boşanan qadını qınamayın. 500 manat maaşla dolanmaq təbii ki olmaz 500 manat maaşla dolanmaq. 500 manat maaşla kim dolanar? İndi qızlar, elədiyi səhvlərdən mənim günü-gündən gözəlləşməyim, qaynaq, kiprik, gedib orada çəkiliş eləməyim. Görür axı bütün günü TikTokdayam. Hələ də sevirsən ərvi. Yox, istəmirəm, qətiyyən. Deyirsən o? Yox, qəti sevmirəm. Prosta sadəcə olaraq uşaqlarımın atasıdır. Всё. Baxın, Nurlan necəsən? Ölməyəsən sən ay Mən belə Nurlan. sıxdım, yaxşı oldu. Yox məncə, işəcək burası. Doğrudan. Baxın qızlar, Sepi də sıxmışam da. baxın qızlar, bax deyim sizə bilin, deyim. Baxın, bir insan, əgər bir insan Rita necəsən? Hə. bir insan bu səhvləri eləyirsə, o səhvindən nəticə çıxartmırsa, onun başını burax. Özdə məni görür, bax bir dəqiqə dayanmıram, o canlıdayam, bu mağazadayam, günü-gündən indi üzümdədir də ləkələr. Onu da inşallah bacım mən söz verib ki, inşallah gedəcək bunun. İnşallah. Nə nəsə eləyəcək, gedəcək. Prosedurlar zadlar var. Mamanın acını yola verim, gedəcək. İndi o şey bir dənə budur da, mən bir yerim şişəs deyil, şuşalar, ki görən gözüm, əlim, ayağım, hər şey yerindədir. Yəni seviləcək qadınam. O görür. Rita necəsən? Görür ki, mənim yoldaşım pekalara qoşulur, falan kəsə ürəyim deyir. Mən də oynayıram canlılarda, bu vəbşə qızışır. Yəni demək istəyirəm ki, o indi ayılıb, indi başı daşdan daşa dəyib ki, mən kimi əlimdən verdim. Mən kimi buraxdım. Başa düşdün? Mən hələ o yenə də peşman olacaq. O aylar illər ki istəyəcək, yenə də məni istəyəcək. Amma ki, yəni qatar getdisə getdidir. Dilində deyib, əməlində eləmirsə başını burax. Həqiqətən. Ama bu yıl yere düştü. Nədir ki o? Ay ümid, atulla getsin, çeynəmə. At mikrop qarnıma gedər, qurtlar olar. Gördüyümü deyirəm də xanım, gördüyümü deyirəm. Yəni görür pul qazanıram, dayanmıram, iki uşağıma gözəl baxıram, evi dəyişirəm, Binəqədidən çıxıram. Nə vecinədir? 350 verir, deyir elə vəsiyo da verdim, getdi hər şey eləyir. Amma bilmir ha, balam məndən nə istəyir, nə bilim, süd istəyir, qatıq istəyir, harasa nəsə getmək istəyir. Hər şeyi mən eləyirəm. Danışığı sıfırdır, bağışlayasan. Leksiya söyləyə bilmədiyim. Axırım necə olacaq, heç nə İlqar Quliyev. Mən nə bilim, nətər olacaq. Həyət evidir, masazırda. Gel qurtuluşun qazı zadı var axı. O qurtuluş nədir? Yox, sağ tərəfində qaz yoxdur, solda, Yeni Bakıda var. Necə tutdun heç nə o? Google şey mənim adıma idi.
öz adına idi, mənim telefonumda açılmışdı. Ailə idi, ailə. Ailə qoqu məndə də var. Ha, Sən danışma. o mənim adıma idi deyə. Tima, sən bu işığın məni bu günləri Cümali sabah mənim bunu adıma ofisə idi. gətirirəm, mənə o biri işığı ver. Ay Allah, mənim nömrəm itib. Dərd elədim özümə. Gül kimi gedirdim də. Allah haqqı girib var, körpünün altında çırmalanacaqdım şalvarımı, nömrə Qızlar, axtaracaqdım. barışmaq nəyə deyirsiniz? Barışmaq nəyə deyirsiniz? Mən niyə barışım? O insan dəyişilməyib. O insan yenə elədiyini Sizi eləyəcək. barışdırım. Yenə elədiyini Bir eləyəcək. qaşlarına, sən qaşlarına baxın bir dənə. Qəşəngdir. Hə, qaşların üstü biraz çox çıxıb belə. Bax, Ünvanı demə ərincələr. Məzələnsən az əri bizdə gəlib gedib də olur. Az düşmən deyirlərik. Xəstə gəlir evində qalır eləyir. Biz düşməncəsinə deyirdi də, hə, bayram uzadı bir yerdə. Az düşmən deyilik. Danışıram mən eləyirəm. Artıq qalmır. Düşmən deyilik də. Düşməncəsinə boşanmamısan. Oo. Dost qallar da elə. Ay mama, bunları vura, bas silmə ha. Bazı şans verdikcə daha səhv edirlər. Ha, elə oldu. Məndə də elə oldu. Supersiz hər ikiniz. Ay, təşəkkür Ha, edirəm. məndə də elə oldu. Mən bilsən necə mən özümü zəif göstərdim. Bir ki, ev aldır barış. Yo, eləmədi. Eləmədi. Hətta qaynımın adına ipoteka ilə ev götürürdüm. Gör mənim qaynım nə qoydu qabağıma. Qulaq as, çox istədiyim qaynım. Yolunda ölümə gedəcəyim bir insan. Mən qaydımda ki, barışın, bir ay bir yerdə qalın. Görək biz siz bir yerdə bir yola gedirsiniz, sonra gedək ev alaq. Sözə bax. Mən boşana bilmirəm. İki bacısız, bəli. Bir kişiyə şans vermə, yenə eləyəcək. Elə bilirəm də, mən elə verdim ki, Seymur Cünan axırıncı oturanda elə verdim ki, başıma oyun qatdı. Ayıb da, ailə söhbətini burada eləməyin. Nə söhbət eləyirik ki, bizim ailəmizdir də bu. Ailə deyil ki, daha. İki şans vermə. Az iki şans nədir? Nə qədər şans İkinci verim? şans. Vermə. Verdim, ikincini də verdim. Ay, nə olar, qurban olaram. 952 nömrə tapsaz məndir, verin də mənə Bakıda. İstəmir amma buşanmır. İstəmir amma buşanmır. Hə, oyda kimdirsə o prinsiplidir. Sən ərin bacı prinsiplərdir. 100%. Sevmir amma yenə də boşanmır. Tanış bir adamın sevgilisi elədi. Qız oğlandan ötürü ölür. Oğlan nə var olmuş kimi var, nə də yox olmuş kimi yoxdur. Qız yazır, oğlandan ötürü ölür, gecə-gündüz onun üçün göz yaşı tökür, oğlan baxır, yazmır, oğlan gedir oturur dostları ilə, nə qədər ki hansı ki boş zamanı var, yenə də oğlan o qıza bir 5 dəqiqə vaxt ayırmır. Var, elə insanlar var, düz deyirsən. Mənimki də elə idi də Nərmin. Mənimki də elə idi. Bizdə də elədi. Mən məsələn qayğı istəyirdim. Mən deyirdim pul zat istəmirəm, qayğı istəyirdim. Mən qazanıram, sən saxlayıram, evinizi saxlayıram. Hər şey eləyirəm, amma nə olsun yenə də. Ev alsa barışarsan, daha artıq keçdi. Ay bacı, başıma dönərəm, qurban olum. Evi mənə almır ki. Bir qızı var, bir oğlu. Sabah mən kirayədən köçdüm, dayımın evindən köçdüm. Evim yoxdur. Mən hamı deyir ki, bu qızın evi yox idi, dayısının evindən köçdü. Mən də sabahlar hansısa bir kişinin evindən kirayədən qız köçürdəcəm. Mənə almır ki, uşağını eləyir. Mən geri gələndə indi bu dəqiqə bir dənə qəşəng, bir dənə indinin özünə qədər də boşanmışam. Mamamdan mən soruşulacaq. Quzun ərə getmək istəməz, oğlumu alım. Quzun ailə qurmaq istəməz, oğlumu alım. Subay oğlanlar mamama xəbərdar eləyir. Deyirəm, nə var, ha, cəmaatın oğluna zadına ürək-dirək verib demə. Hə, deyim qızıma. Deyəm, mən yox. Deməz. Ya demə elə şey. Nə deməz, ay qız elə deyib ki. Aycun, təşəkkür edirəm. Sən də bizdənsən, narahat olma. Var idi bizim evimiz. Prosta qaçmışdı, öz əmsinin evindən çıxdı. Yəni ki, mən... Sizdə qaçanı gətirib evinə qoyub Mənim üçün almır evi, balalarını alır. Bu lap səydi ki, az niyə olanı deyir də. Az xəstəsən, bizə nə qədər qız uşağı bilib bizə elçi gəliblər. Oyda çunuk. Tıklayın da ekranı olar. Qızlar, nə olar? İhlal gəldi mənə. Ekranı vurun da zəhmət olmasa. Xahiş edirəm. Danışdıqca batırlar. Niyə ürəyim? Olanı dedi də. Niyə ki, boşanmış qadın ailə qura bilməz? Aza.
Mən Bu boşanmış günləri qız sən tanıyıram, eşitmişəm. subay oğlandan ailə qurub. Bu gün Ay biz Allah səninlə ürəyinizə eşitmişəm. görə versin sizin. Bu gün biz səninlə eşitmişəm. Arvad 45 yaşında ərə gedib, ondan 2 dənə də uşaq doğur. Salam Fərid, xoş gəldin. 2 dənə də uşaq doğur ondan. Elə o uşaqlarda yer verilib, ərə verib. Bir dənə kimi. Mən evini seçməyə Demən, getmişdim. yazın Qıza mən. sual verdim Demən, ki, yazın. qıza sual verdim ki, niyə buradan köçürsüz? Dedi, mən ailə qurmuşdum. 6 ayın gəlmiydim. Yoldaşımdan boşandım, subay oğlandan ailə qurdum. Nə olacaq ki? Ay qız, xoşbəxt olmaqlarını istəmirsiniz qadınların? Mən qələt İstəmirsiniz? eləyərəm. Mən qələt eləyərəm. Mən qələt eləyərəm. Olsun. Mən xoşbəxtliyim, sevgim ikisi də mələkdə, uğurda. Burdasan. Burdasan. Ay boş şeydir ay qızlar. Boş şeydir. İndi saf sevgi yoxdur. And olsun ona. Bəzi kişilər qadınlardan 1000 qat istifadə eləyir. 1000 qat. Saf sevgi bizdən harda qaldı? Əvvəlin kişiləri. Mənim dayım var idi. Mənim dayım, mənim dədəm. Dədəm deməyim, dədəm elə. Öz sinif yoldaşım 14 il gözəl, 14 il gözəldi, gözlədi məni. Bir uşaqla adı. aldı. Ay Allah. Görsən? İndi xoşbəxt də yaşayır. 100% qız ailə qurub, xoşbəxt olmayıb ya da boşanıb oğlandan. Çünki oğlanın ahı qalıb o qızın üstündə, istəyib o qızı. Ciddisən sən? Oy mama. Yoxdur. Oy, tüklərinə Ay bax. qızlar, açın qulağınızı eşidin. Kişilər ömürlük sevgi yaşaya bilməz səndən. Yalnız sənin qarşıma səndən istifadə eləmək üçün çıxır. Mən sənə demirəm, amma hər kişi demirəm, ha, bəzi kişilər. Hər kişini nəzərdə tutmuyorum. Всё. Sevgi var, elə demə. Var, sevgi var. Var inərmi? Bəziləri Yox deməsin də. Sevgi Bəziləri yoxdur, yox, nə bəziləri. əlaqə, sevda. Bəziləri. Hər Qızlar, şey. nə olar, bir də ekranı tıklayın da qurban olaram. Mən qısıtlamam var. Bir dənə ekranı tıklayın da başınıza dönərəm. Bir dənə ekranı tıklayın da 30 ildir evliyəm, razıyam. 30 ildir evliyəm, razıyam. Niyə sevda? Bax 30 ildir evliyəm, Mən mamamın razıyam. yolunu getdim, elə bil. Mamam necə bədbaxt oldu, mən də elə. Mamam da elə idi. Mamamın da həyatı mənim həyatım kimidir. İki bacı deyir, dava edirsiniz. Dava etmirik ürəyim, o danışıq elədi. 15 ildir ailəliyəm, hələ də sevirəm. Paltaryanı dəyiş, inşallah pulum olanda dəyişəcəm. Sevda böyükdür, bəli. 35 ildir razıyam. 35 ildir evlidir, razıdır. 14 ildir evliyəm, çox şükür can. Umuda kələkcə vurulmaz. Xoşbəxtlərin xoşbəxti ol, ürəyim. Mən hələ, Bəli, indiki boşanan Mən- qadınlar subay qızların çoxundan qeyrətlidir. mən görmədim nələrdən Yo, keçdim. mən yanında kim boşanmış qadını pisliyirə tutub ağzını bilsən də neynirəm. Mən gör nələrdən keçdim, yəni qız ailə quranda gör nələrdən Bu keçdim. o nə deməkdir? Ailə pis olub boşanmısan, qalıb çürüməliydik, yoxsa meyidvi gətirməliydik iri ayırıbdan eşikdən. Heç dəxlisi var. O nə deməkdir? Özə belə edirdim qızlar. Demək, əhatəm böyüyüydü axı. 3 ildə evliyəm, bədbəxt eləmişəm özümü. Oy, bacı, Allah Qızlar, kömək özdə olsun. otururdum qızlarla bir Necə yerdə. oxşuyurlar? Bacı yıxdı ürəyim. Qızlarla bir yerdə otururdum, belə eləyirdim. 20 ildir çürüyürəm. Ay Allah. Belə eləyirdim. Nə? Mənim ərim uğraşlıq eləyər, nə? Mənim ərim xəyanət eləyər. Ay qız dəlisiniz, mənim əlimdə qız abır həyası var. Belə yatıb boşamət fil qulağımda. Əvvəl yox, bu bir işə girəndən qudurdu. 10 ildir çürüyürəm. 20 ildir evliyəm. Üçüncü kimi sevirik bir-birimizi. Hər zaman da gözəl Bəli, sevirik. hörmət, izzət olan yerdə hər şey olur. Sevgi yox ha, hər şey. Əgər sən anasını da ayağına vermir, səni bütün nəslə qısqanır, bütün nəsli sənə qurban Qısqanclıq verir, yaxşı bir şey deyil. sənə bütün nəsli sənin ayağına verir, səni onlardan üstün tutur, heç kimi qoymur sənə nəsə desin, ağzını həmin yerdə şaqqalayır, sənə bir də WhatsApp-da yazan kimi всё, ölürəm o ərdən ötürü. Yoxsa mənimki kimi anasıyla mənim qeybətimi WhatsApp-da qırır, sonra da silir. Всё, nə gözləyirsən? O yaxşı deyil. Kim burada xoşbəxt yaşayır, Allah sizə axıra qədər xoşbəxt eləsin, ölənə qədər. Kim ki məni kimi
demirəm, ağzıma gətirmək istəmirəm. Necə deyim, belə çeşmə-çeşli həyatı, yanında olub, boşanmaq istəyib, boşana bilməyəcəyi, boşanıb hara gedəcəyi yeri seçə bilməyəcəyi qadınların Allah özü kömək olsun. Heç nə demirəm. Mən də çoxdur əhatəmli ilə qadınlar. Məsləhət də verirsiniz, maşallah. Maşallah günün olsun. Yox, məsləhət vermirik, söhbət edirik. Biz kimi ki məsləhət verək, ay qardaş. Qardaş. Boşanıb gələndə deyir, vedrə bağlayırlar. Həmin dəqiqədə ərə Mən 12 ildir evliyəm, oğlumun 12 yaşı var, özünə 31 ildir. Nə? Saxladığı var, boşanmağa da qoymur, qanımı içir. Oy, bacı. Allah köməyin olsun. Mən elə onun qanını ilə içərəm. Sən içə bilmirsən. Oy da, 2 ildir evlidir, narazıdır. Ortalıqda nə ər var, nə də ev eşik. Oy dədə. Oy da. 3 ildir boşanmışam, qoxumlar bilmir. 3 ildir boşanmışam, qoxumlar bilmir. Mənim bacım 2 ildir boşanıb, 2 ildir boşanmışsan sən. Artıq bilirlər. Mənim bacım 1 il yarıma qədər heç kim bilmədi. Axırda dedi ki, Sevdə boşanıb. Bizdə də bildirmədi heç kimə. Necə tutdu saçını? Telefonunda şəkillər, mesaj şəkil. Beş ildə ailəliyəm, xoşbəxtəm, çox gözəl. Mən bezmişəm təmiz həyatdan, elə deməliyəm. 22 ildə övladıma görə dözürəm. Eyni mamadır o kimdirsə. Dəfələrlə, bir dəfə ilə heç kim ailə dağıtmaz. 11 il evli oldum, boşandım, axırda çürütdülər məni. Mənim bacım qızı yanandan sonra canlı açdı. Mənim bacım Instagramda Bujteriya səhifəsi işlədirdi. Heç TikTokda nə canlı. Sevda bizə gələndə deyirdi canlıda məni göstərmə. Uşağımda biraz xərcə zada düşdük. Dedim aç canlı, Bujteriyaları canlıda sat. Bir ay 10 günün ailə nə? Bir ay 10 gün ailəni qaldım, ailəsiz qaldım. Niyə ürəyim? 16 ildir ki, uşağa görə dözürəm. Ay Allah. Mamam da boşanıb. Atam rəhmətə gedib ama. Ayrıldım. 17 ildir evliyəm, birlikdə qalanda zülüm idi. Necə birlikdə? Qaynananla qalanda. Uşaqlara görə yaşayıram. Bir ay 10 gündür. Bir ay 10 gündə ailəni qaldım. Yəni boşandımdan sonra sürü. Ay aman, bir ay 10 gün ailəli qaldım. O sən səhv eləmisən. Bir ay 10 günə tez boşanmısan. Nabarot mən onlara 2 il qalıb durardım. Ay Allah, görəsən niyə? Bəlkə ərnənə solvay Sevda. Qaynanası ilə arası yaxşıdır. Nərminin qaynanası ilə arası yaxşıdır. Ay qız, mən 12 ildə evliyəm, bir dəfə olsun nə qaynımla, nə qaynım xatınları ilə, nə qaynım. Mən bir ilə yaxın baldızımla bir evdə qalmışam. Ərimlə baldızım kiraya qalıb, mən də getmişəm onlara. Baldızımın oğlanlarına elə baxırdım ki, ayaqqablarına qədər mazlayıb qoyurdum qapının ağzına. Nə danışırsan sən? Mən 12 ildə evliyəm, bir dəfə olsun qaynana ilə mənim sözüm çəp gəlməyib. Hansıvızın ərləri mənim ərim kimidir burada. Qaynana məni qoyub başıma fırlanmalıdır. Ki, sağ ol, mən o əlsiz ayaqsız oğluma arvad olmuşsan, övlad vermişsən. Nə danışırsan? Sizi qoydum bir qırağa, bacı. Mənim qaynanam gəlib mənə sağ ol deməlidir. Amma mən onun sağ olunu da istəmirəm. Allah canını sağ eləsin. Qızlar, mənim atam da anamı alladırdı. Eynən mənim ərim. Gözünə baxa-baxa evə arvad gətirirdi. Eynən mənim həyatım. O həyatı da mənim. Nə danışırsan ay qız sən? Bəli, mənim qaynanamın evi, eşiyi, öz qaynım, xatınım, alı, heyvanı, həyti, bacası, ərim kömək elədiyi qədər elədi. Hər şey yaxşıdır. Təbii ki, ürəyim. Mənim heç kimdən heç bir problemim də yoxdur, şükür Allah. Mən sadəcə sakitçilik sevən insanam. Mən tünlüyü sevmirəm. Niyə gedib gəlirəm, salam, sağ ol. Onlar məni istəsin, mən onları niyə istəməliyəm ki? Onlar mənim kimi gəlini qoyub başında fırlanmalıdırlar. Başa düşdü? Ərinizin bir barmağı olmayan kimi utandığınızdan boşanırsınız. 50 ayaqlı bir 70 oğlan axtarırsınız. Nə danışırsan? Bəli, səmimiyi çünki sevmirik də. Mən necə yalandan danışa bilərəm ki? Çox sağ olun. Niyə keyfəm ki? Seva niyə keyfəm? Yox, niyə mənim evimə onlar gəlməlidir də. Mən hər gün kimi evimə qonaq çağırmalı deyiləm ki. Qapını bağlamamışıq. Mən qapını arxadan Döyəndə bağlamamışam ki. açacaqda xoş gəlmisiniz, beş gəlmisiniz. Düşdürürəm ürəyim, həmişə siz deyirəm. gələsiniz. Deyirəm, narahat olma.
Deyir atanın elədiyini bir evladın biri yaşamalıdır. Düz deyir, 11 nəfər də mənə demişdi. Bilirəm də mən əlsiz ayaqsız olanda getmişdim, amma nə olsun o gəlib mənə salam deməlidir. Gedib gəlmirsən, gedəndə gedirəm, gələndə gəlir. Ürəyim istəyəndə gedirəm. Ver də mən ona. Anan həyatın bala yaşayır. Atanın ahı çox pis olur qızlar. Atanın nəfsi, ahı çox pisdir. Özdə atanın ahı qız uşaqlarını tutur. Bu da öldürməyəm. Hə, valla, ata. Həmişəngil necə dəyişdi? Yox, atanın qarğışı çox tutur. Etməməliyik, ona əli vurma, bahalı şeydir o. Ofisini də götürüb gətirmişəm. Çıxacaq bir dəqiqə. Şokdayım. Ata sizə qarğış edib? Yox, prosta burada xanım biri burada yazdı ki, atanın qarğışı tutur, mən ona rəğmən dedim. Yox, bizim atamız çox yaxşı insan olub. Allah ölənlərinizi rəhmət eləsin. Bəli. Atanın tutur. Anançı biraz yan keçir ama ata tutur. Amin. Allah ölənlərinizi əlbəttə rəhmətə gedib mən ata. Kızlar öpürəm sizi. Gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Özünüzə yaxşı baxın. Çox sağ olun. Sevan səhifəsi Seva Bujuteriya. Öpürəm sizi. Sağ olun. Moderatorlarım, təşəkkür edirəm sizə. Var olasın.